Kəlbəcər bir zamanlar viran edilən, daşı daş üstə qalmayan məkanı yenidən qurmadan sonra tanımaq çətindir. Bölgədə həyatı bərpa etmək üçün ən çox əhəmiyyət kəsb edən amillərdən elektrik enerjisidir. İşıq, istilik və elektrik avadanlıqlarının işləməsi üçün əsas qaynaq isə elektrik stansiyasıdır. Bir elektrik yarım stansiyası düşünün, dəniz səviyyəsindən 2700 metr yüksəklikdə. Bura Kəlbəcərin İstisu elektrik yarım stansiyasıdır və bu stansiya vasitəsilə 24 saat ərzində fasiləsiz olaraq ətraf kənd və məntəqələr elektrik enerjisi ilə təmin olunur. Yeri gəlmişkən, fasiləsiz elektrik enerjisinin təminatı fasiləsiz su təminatı deməkdir. Bu stansiya vasitəsilə yüksəkliklərdə yerləşən həm strateji obyektlər, həm də qurulmaqda olan kəndlər elektrik enerjisi ilə təmin edilir. Maraqlısı odur ki, bu ərazilərdə tarixin heç bir dövründə elektrik təminatı olmayıb. İstisu sanatoriyası və eləcə də mineral su zavodunun elektrik enerjisi təmin olunması məqsədi ilə 110-35-10 kV yarımstansiyanın inşa edilib. 110-35-10 kV yarımstansiya 2 ədəd 40 və güclə transformatorla təmin olunubdur. Yüksəkliklərimiz var ki, 3100, 3200, 3150 metr yüksəkliklərdə bizim elektrik enerjisini təmin etmişik. Sovet dövründə o həmin adı çəkilən ərazilərdə, Alagöllər istiqamətində strateji obyektlərimiz var ki, orada ümumiyyətlə elektrik enerjisi olmayıb, elektrik dayaqları olmayıb. Yarımstansiyanın içərisinə daxil olub, yüksəkliklərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərini işıqlandıran mərkəzlə tanış olmağa can atırıq. Burada ənənəvi üsullardan fərqli olaraq bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla qarşılaşırıq. Hazırda yarımstansiyanın mərkəzi dispetçer otağındayıq. Deməli, yarımstansiya avtomatlaşdırılmış SCADA sisteminə qoşularaq məsafədən idarə olunur. Yarımstansiyanın o müasir tipli 35 kV-luq elə qaz açarları yuvarlarla təsis olunub. Gələcəkdə hal-hazırda fəaliyyəti də var və gələcəkdə də 35 kV-luq özünü izolasiya edən naqillər vasitəsilə ətraf kəndlərin İstisu qəsəbəsi daxil olmaqla elektrik enerjisi təmin olunubdur, dayanıqlı elektrik enerjisi ilə. Bu stansiya dağların sükutunu dilə gətirən bir mərkəzdir. Harada bir işıq yanırsa, orada həyat və ümid var deməkdir. İşığımızın sönməməyi diləyinə Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər, Kəlbəcər.